всем всегда teпло. Salam dostlar. Bugünkü videoda istəyirəm biraz oxuduğum kitablardan bəziləri ilə sizi də tanış edeyim. Bəlkə marağınızı çəkər, siz də alıb oxumaq istəyirsiniz. Başlayaq. George Orwell 1984. Bu roman insan ruhunun fərdiliyinin, özəl həyatın tamamilə yox edilməsinə qarşı qələmə alınıb sanki. Oxuduqca hiss eləyirsən ki, yəni düşünürsən ki, bəlkə də insanın başına gələcək ən böyük faciə fiziki işgəncə deyil. Öz hiss etdiklərinə, yaddaşına, hətta gördüyü həqiqətə belə şübhə edəcək həddə çatdırılmasıdır. Sevginin, inamın qadağan olunduğu bir dünyada insan öz daxili azadlığını itirərsə, artıq yaşayan bir kölgəyə çevrilir. Əsər bizə göstərir ki, hər düşdüyümüz şəraitdə öz insanlığımızı, mənliyimizi qorumağın nə qədər vacib olduğunu, həyati olduğunu xatırladır. Kitabımızın müəllifi George Orwell'ın adı 1945-ci ildən bəri 50 ən böyük ingilis yazıçısı siyahısında ikincidir. Xülasə, əgər sizə distopik əsərlər maraqlıdırsa, elə bir kitab oxumaq istəyirsinizsə, uzun müddət təsir altında qalasınız, kitab məsləhətdir. Sizə də məsləhət görürəm. Əgər oxumamısınızsa, alın oxuyun mütləq. Birdən fikir verdim ki, köynəyimlə də ahəng içindədir kitab. Təsadüfən. Mən elmi populyar kitabları oxumağı sevirəm. Yəni ən azından bilirəm ki, bu günlərdə şəxsi inkişaf kitablarını çox oxuyuram. Bəlkə sonra dəyişər fikrim, bilmirəm, amma hələlik yəni elə gedirəm. Amma klassikləri də çox sevirəm. Bu kitabları illər öncə oxumuşdum. Məsəl üçün Dostoyevskinin İdiot romanı. Yəni bu elə bir romandır ki, mən elə gəlir ki, 5 yaşında uşaq da bunu bilir əslində. Amma yəni bilməyənlər üçün qısa biraz belə xatırlatma eləyim. Bəlkə marağınızı çəkər, oxumayanlar alıb oxuyamaq istəyərlər, oxuyarlar. Əsərimizin baş qəhrəmanının adı Knyaz Muşkindir. Knyaz Muşkin elə bir insandır ki, çox saf, təmiz. Elə bil ki, dünyada onun kimi saf, təmiz, xeyirxah insan tapmaq çox çətindir. Dostoyevski sanki onu elə göstərir əsərdə. Hamına qarşılıqsız sevgi ilə yanaşır, qarşılıqsız məhəbbətlə, mərhəmətlə. Lakin hər şeyin mənfəət, hərislik ilə qurulduğu cəmiyyət onu belə qəbul eləmirlər. Yəni onun səmimiyyətini başa düşmürlər. Başlayırlar onu idiot adlandırmağa. Müəllif bu əsərlə göstərir ki, mənəviyyatını itirmiş bir dünyada təmiz qalmaq, hər kəsi xilas etməyə çalışmaq hardasa insanı sağalmaz bir tənhalığa aparır, faciəyə sürükləyir. Əsər bizə mərhəmətin, saf sevgimizin nə qədər qiymətli olduğunu və eyni zamanda da müdafiəsiz olduğunu xatırladır. Bəli, bu kitab 150 il bundan qabaq yazılsa da, ona oxucu marağı heç vaxt azalmır. Əksinə daha da sevilərək oxunur. Düzdür, yeniyetmələr biraz kitab qalında oxumağa ərinirlər, amma tövsiyə eləyirəm, məncə yeniyetmələr də oxusunlar. Mənim qızıma da aiddir. Gəldik ən ağır kitabımıza, Karamazov qardaşları. Bu kitabla bağlı vallah nə desəm yalan olar. Yəni mən demirəm. Yəni deyənlər deyir ki, əgər dünya nə vaxtsa dağılarsa, bu kitab haqqında belə bir fikir var da. Deyirlər, əgər dünya nə vaxtsa dağılarsa, Karamazov qardaşları ilə onu yenidən qurub bərpa eləmək olar. Belə bir fikir var kitab haqqında. Həyatı günü-gündən daha yaxşı anlayıb görəndə başa düşürsən ki, hər kəsin daxilində bir mübarizə var. Karamazov qardaşları da tam da bundan bəhs eləyirlər. İnsanın bir tərəfi nəfsinə, hisslərinə yenik düşmək istəyir, digər tərəfi isə vicdanına, inamına sığınır. Dostoyevski bizə göstərir ki, bu əsərlə uşaqlarımızı necə böyütsək, hansı sevgini və yaxud da sevgisizliyi versək, nəticəsi qarşımıza çıxır. Ən böyük məhkəmə insanın öz vicdanıdır. Sevgi və bağışlanmaq olmayan evdə, ailədə hər zaman bir qaranlıq qalır. Bu məşhur romanda hadisələr bir ata qətli ətrafında cərəyan edir. Ata Fyodor Pavloviç Karamazov, oğullar Dmitri, İvan, Alyoşa Karamazovlar. Sözüm onda ki, şiddətlə tövsiyə eləyirəm. Çox vacib kitabdır. Əgər hansısa bir kitabı oxumaq istəyirsinizsə, Karamazov qardaşlarından başlaya bilərsiniz. Çox önəmli kitabdır. Mən elə gəlir ki, hamı oxumalıdır.
Dördüncü kitabımız Qurban Səid, Əli və Nino. Oxuyanlar bilir, oxumayanlar amma düşünərsiniz ki, iki gəncin məhəbbətindən bəhs edir və salam. Xeyr, tam olaraq elə deyil. Düzdür, ölməz bir məhəbbət hekayəsidir. Əli xanla Ninonun məhəbbəti. Amma onunla yanaşı sanki elə bil gözəl bir tarix kitabı oxuyursan. Mədəniyyətlərin toqquşmasını izləyirsən. Birinci Dünya müharibəsi ilə bağlı ətraflı bəhs edir. Sonra əsərdə 1920-ci il Azərbaycanının Osmanlı İmperiyasının dəstəyindən məhrum olan kimi Cümhuriyyətimizin süquta uğraması haqqında danışılır. Qəribədir ki, bu kitab əvvəlcə alman dilində yazılıb, xaricdə populyarlaşıb, sonra Azərbaycana gəlib tərcümə olunub. Britaniyada, Almaniyada, hətta Amerikada belə əksər Avropa ölkələrində əsrin romanı seçilib. Bir maraqlı fakt da var ki, müəllif adının mistik qalmasını istəyib. Qurban Səid bu ad gerçək bir şəxsə aid deyil. Sadəcə ədəbi bir uydurma təxəllüsdür. Çalışdım qısaca kitabı anlatım. Yəqin ki, anlatdıqlarımdan siz də başa düşdünüz ki, çox vacib kitabdır. Nəysə, şiddətlə tövsiyə eləyirəm. Siz də alın, oxuyun. Qavruş da tövsiyə eləyir. Tamam. Başımın bəlaları. Дани и ребята, лапки счастья и семья. Каждый хвостик — это чудо, каждый день для нас не зря. Хачи, Гаврюша, Мурка, Винни, сердце бьются как одно. Дани и ребята, дом, где всем всегда тепло.